Отношения между Азербайджаном и государствами Центральной Азии имеют особый характер. Нас объединяет многовековая совместная история, духовное и культурное наследие, братство, дружба и солидарность. Мы не только смогли сохранить эти связи, но и придали им новую динамику, имеющую характер стратегического партнерства. За последние годы взаимные визиты на высшем уровне приобрели регулярный характер. За последние 3 года я 14 раз посещал страны Центральной Азии. За этот же период времени мои коллеги посетили нашу страну 23 раза. Со странами Центральной Азии Азербайджан подписал договора и декларации о союзничестве и стратегическом партнерстве, о создании совместных инвестиционных фондов. Регулярно проводятся дни культуры, выставки, концерты, что еще больше сближает наши народы, демонстрирует, насколько мы близки и как ценим нашу дружбу. Хотя Азербайджан и расположен на Южном Кавказе, сегодня, благодаря активному взаимодействию, Центральная Азия и Азербайджан являются уже единым геополитическим и геоэкономическим регионом, значение которого в мире неуклонно растет. Мы успешно взаимодействуем в рамках различных международных организаций, поддерживаем инициативы друг друга и вырабатываем общие подходы к решению вопросов глобального и регионального характера. Azərbaycan və Mərkəzi Asiya ölkələri həmahəng çalışaraq vahid geosiyasi və geoiqtisadi məkan yaradıblar. Bu artıq faktdır və həqiqətən də Azərbaycan dövlətinin burada rolu əvəz edilməzdir. Çünki məhz Azərbaycanın yaratdığı yeni reallıqlar, logistik imkanlar, sonra gediş-gəliş üçün artıq yaradılmış dəhlizlər birmənalı şəkildə göstərirlər ki, həqiqətən də Cənubi Qafqazla Mərkəzi Asiya vahid böyük bir bölgəni təşkil edirlər və həm də dünyada bu reallıq qəbul olunur. Salam, hörmətli tamaşaçılar və biz indi proqramımızda Prezident İlham Əliyevin 7-ci Məşvərət Şurasında o iştirak edirdi. Oradakı çıxışından bu fraqmenti biz yada saldıq və təsadüfi deyil ki, dövlət başçısı orada gediş-gəlişlərin, yəni yüksək səviyyədə olan səfərlərin statistikasına toxundu və bu statistika artır. Nəhayət yenə də Prezident İlham Əliyev Mərkəzi Asiyadadır, artıq Qırğızstan Respublikasındadır və həm iki tərəfli, eləcə də çox tərəfli formatda yeni imkanlar açılacaq, danışıqlar da olacaq, sonra sənədlərin imzalanması və təbii ki, yeni perspektivlər haqqında düşünməyə də dəyər. Çünki get-gedə, bax, böyük bu vahid region dünya siyasətində də, dünya iqtisadiyyatında da artan strateji rola malik olur. Və biz bu günləri xüsusən də Azərbaycanın bu proseslərdəki iştirakına, onun təqdim etdiyi imkanlara münasibət bildirəcəyik və eləcə də artıq Məşvərət Şurasının fəaliyyətinə də toxunacağıq. Bu elə zəmində də biz qonaqlarımızı bu günləri eşidəcəyik. Mənim demək, həmsöhbətlərim Milli Məclisin deputatı Cavanşir Feyziyev, İqtisadçı ekspert Samir Heydərov və Milli Məclisin deputatı Bəhruz Məhərrəmov. Mən sizi bir daha salamlayıram, hörmətli qonaqlar. Çox sağ olun ki, bizim dəvətimizi qəbul etmişsiniz. Bizim həm də birazdan bağlantımız olacaq artıq Qırğızstana. Bizim xüsusi müxbirimiz Vüsal Mətləb oradadır və biz son məqamları, təfərrüatları ondan alacağıq, eşidəcəyik. Amma burada həqiqətən də prezidentin çıxışından da biz bir daha təsdiq tapırıq ki, yəni burada bizim iki bölgə birləşib və onlar yeni imkanları akkumulyasiya edirlər və həm də burada birinci şəxslərin, yəni liderlərin özünə məxsus həlledici rolu var. Çünki onlar faktiki olaraq yeni bir alqoritm işləyiblər. Bu təsadüfi deyil ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev artıq beşliyin dəvəti ilə Bölgə Məşvərət Şurasının tam hüquqlu üzvü oldu və bizim lideri ora dəvət elədilər və təbii ki, Azərbaycan həm də elə bir tədarüklər görüb ki, onların əvəzi yoxdur. Yəni, onlar sadəcə bütün iştirakçı ölkələri yeni hərəkətlərə sövq edirlər. Cavanşir müəllim, mən bilirəm ki, siz bu regionu çox yaxşı bilirsiniz. Yəni, Mərkəzi Asiyadan gedir söhbət, orada dəfələrlə olmuşsunuz, fəaliyyət göstərmişsiniz və faktiki olaraq mən deyərdim ki, elə dünya qarşısında yeni bir subyektlik modeli yarandı burada. Yəni, biri var ki, ayrı-ayrı dövlətlərin subyektliyi, bir də var ki, böyük bir regionun, arealın subyektliyi. Bax, onun əsas göstəriciləri nədən ibarətdir?
Mərkəzi Asiya regionu uzun müddət, yəni bəlkə bir əsrdən də çox, ayrı bir geosiyasi və ya geoiqtisadi region kimi heç zaman baxılmayıb. Çünki Rusiyanın, faktiki olaraq Rusiyanın çərçivəsində olub. Rusiya siyasəti orada dominantlıq eləyib. Adı Sovet dövründə müttəfiq respublika olsa da əslində Rusiyanın bir parçası kimi fəaliyyət göstərir. Buna görə də həmin illərdə şübhəsiz ki, bütün dünya dövlətləri üçün bu dövlətlər, bu ərazi, Mərkəzi Asiya bölgəsi əlçatmaz idi. Yəni, ancaq Moskva vasitəsilə oradan hansısa əlaqələrə nail olmaq mümkün idi. Amma bizim Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri əlbəttə çox böyük min illərin tarixinə dayanan bir tarixdir. O yüzden dünyada qlobal kataklizmlər baş verəndə köhnə, qədimdən gələn əlaqələr, tarixi əlaqələr, soykök əlaqələri, mədəniyyət əlaqələri özü üçün bir nəfəslik qazanmış olur. Elə SSR-nin süqutundan sonra yaranan situasiyada məhz bundan ibarət idi. 91-ci ildən sonra yeni 5 müstəqil Türk dövlətinin artıq dünya siyasi xəritəsində mövcud olması bu hərəkət sərbəstliyi imkanı yaratdı Mərkəzi Asiya üçün və Mərkəzi Asiya özünün bütün potensialını bütün dünyaya nümayiş etdirmək imkanı qazandı. Əlbəttə bu 30 il kifayət deyil ki, ölkələr, dövlətlər, yeni yaranmış dövlətlər dünya iqtisadi və siyasi sistemində bir dominant rol oynasın. Amma ən azından 30 il ərzində onlar öz müstəqilliyini möhkəmləndirə bildilər. Müxtəlif hadisələrdən keçərək bugünkü sabitliyə gəlib qovuşdular. Və artıq siyasi vektorlar tam açıq, aydın şəkildə müəyyənləşib hər bir Türk dövləti üçün. Və bugün Türk dövlətləri birliyinin yaranmasına doğru istiqamət almış bütün Türk respublikaları və o cümlədən Mərkəzi Asiyanın Türk respublikaları eyni vahid platformadan hərəkət etməyi, çıxış etməyi planlayırlar və istəyirlər. Bu, siz düzdür dediniz ki, vahid geosiyasi və geoiqtisadi məkan yaranıbdır. Əslində bu məkan yaranmaqdadır. Yaranmaqdadır çünki vahid geoiqtisadi məkanın yaranmasının şərtləri çoxdur. Vahid geosiyasi məkan nisbətən daha tez yaranır adətən. Siyasət öndə gəlir və... Ən azı onların hər birinin arasında gərək çox möhkəm bağlılıqlar olsun. Yox, şübhəsiz. Yer üstü, yəni, iqtisadi mexanizmlər o qədər çoxdur ki, onları belə qısa müddətdə zaman-zaman işləmək lazımdır. Amma Vətən müharibəsindən keçən son 6 il ərzində bu münasibətlər daha da sıxlaşıbdır və sürətlə sıxlaşıbdır deyə bilərik ürəkli. Bu doğrudan da belədir və bütün Mərkəzi Asiya dövlətlərində Azərbaycanın geostrateji vacibliyi də tam dərk olunur və bu adekvat münasibətlərdə özünü göstərir. Mərkəzi Asiya ölkələrinin məşvərət forumu çoxdan mövcuddur. Bəli. Və beşlik. Son illərin toplantılarında da Azərbaycan prezidenti ora xüsusi qonaq qismində dəvət olunurdu. Amma keçən il Azərbaycan artıq onun tam hüquqlu üzvü kimi qəbul olundu. Baxın, Mərkəzi Asiya dövləti olmaya, Mərkəzi Asiyanın dövlətləri Azərbaycanı öz sıralarında görmək istədilər. Bu da heç təsadüfi deyil. Mərkəzi Asiyanın dünyaya çıxması üçün Azərbaycan bir qapıdır və Azərbaycansız bu mümkün deyil. Biz bütövlükdə Türkiyə politik regionunu götürsək, Türkiyədən başlamış Qırğızstana qədər 6 respublikanın ərazisini birlikdə götürsək, bu əslində bir çox nəzəriyyələr var bu barədə və dünyanın mərkəzi hesab olunan həm geosiyasi, həm geoiqtisadi məkandır. Coğrafi baxımdan da bu nəzəriyyədə həmişə mövcud olub. Ən azı bir 120-130 il bundan qabaq İngilis nəzəriyyəçisinin əsərlərində bu təsbit olunmuşdur. Amma praktikada bunun özünü göstərməyinə hələ imkan yaranmamışdır. Bunun özünü göstərməsi üçün Mərkəzi Asiya və Cənubi Qafqaz respublikaları müstəqil olmalı idi ki, sonra öz siyasətlərini qursunlar. Və bugün bu dövlətlərin siyasəti vahid bir müttəfiqliyə doğru hərəkət etməkdir.
Və bu müttəfiqliyi yaradan əsaslar ilk növbədə bu dövlətlər arasında olan münasibətləri tənzimləyən hüquqi bazadır, sənədlərdir. Əgər elə Qırğızstanla Azərbaycan münasibətlərinin tarixinə baxsaq, 90-cı illərdə Qırğızstanla Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında müqavilə imzalanıb. Daha sonra, Vətən müharibəsindən sonra Qırğızistan və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb. Bu dəfə isə, bu səfər çərçivəsində Qırğızstanla Azərbaycan arasında müttəfiqlik haqqında müqavilə imzalanması gözlənilir. İndi baxın, əməkdaşlıqdan müttəfiqliyə qədər gələn yolda ən azı bir 3 mərhələni keçməliydik və indi həmin mərhələdəyik. Bu münasibətlər bütün Türk Respublikaları və ya bütün Türk və Mərkəzi Asiya Respublikaları arasında formalaşmalıdır ki, biz sonra birlikdən danışa bilək. Ona görə düşünürəm ki, bu səfər həm Azərbaycan üçün, həm Mərkəzi Asiya dövlətləri üçün olduqca vacib səfərlərdən biridir. Bu səfər növbəti dəfə bizim dövlətlərimizi bir-birinə yaxınlaşdıran, onların siyasətini unifikasiya eləməyə göstərilən səyləri daha da artırmaq üçün bir fürsətdir. Və inanıram ki, bu səfərlərin sayı da get-gedə artacaq və əhəmiyyəti də, yəni nəticələri də özünü tezliklə göstərəcək. Təbii, təbii. Təbii ki, bax, uzun müddət idi. Sizin də 30 ildən artıq ki, dövrü əhatə etdiniz, Cavanşir müəllim. Amma özünə məxsus zəif bənd kimi məhz Qırğızstan çıxış edirdi orada. Çünki faktiki olaraq orada tez-tez hakimiyyət dəyişiklikləri baş verirdi. Və sonra inqilabi imkanları az idi. Və bəli, yəni sabitlik yox idi deyə. Sabitlik də yox idi. Bəli, investisiyalar da ora gəlmirdi və özünə məxsus bir belə deyək də, necə deyim, yəni arabanın 5-ci təkəri kimi baxırdılar bu ölkəyə. Amma indi biz görürük ki, yəni Qırğızstan demək olar ki, intibah dövrünə qədəm qoyub. Yəni faktiki olaraq və həm də Azərbaycanla münasibətlərə ölkənin siyasi rəhbərliyi çox böyük önəm verir. Necə bilirsiniz, bax, Azərbaycan modeli özü-özlüyündə Qırğızstan reallıqları üçün uyğundurmu ki, onlar məhz bizim yolumuzu təkrar etsinlər? Yəni bu sir deyil ki, bütün 5 ölkə hamısı bildirir ki, Azərbaycanın bu proseslərdə öncül rolu var. Təşəkkür edirəm. Tamamilə doğru istiqamətdə müzakirəyə başladınız. Çox hörmətli Cavanşir müəllim, mənim bölgəni kifayət qədər yaxşı tanıyır və bu istiqamətdə təhlilləri kifayət qədər yaxşı başlanğıc üçün əsaslar verdi. Əlbəttə, Azərbaycan modeli doğrudan da əmsal sayıla biləcək modeldir. Çünki Cənubi Qafqaz müqayisədə Orta Asiyadan da, bütövlükdə Mərkəzi Asiyadan, yaxın şərqlə müqayisə oluna biləcək çox mürəkkəb geosiyasi coğrafiyadır. Belə bir coğrafiyada birincisi, bu bölgəyə daimi təzyiq vasitəsi üçün rışaq hesab olunan amillərin güc və siyasi yolla aradan qaldırılması bu özlüyündə analoqsuz bir nümunədir. Baxın, bütövlükdə tarix boyu iri güclər Cənubi Qafqazda öz maraqlarının təmin üsulu kimi münaqişələri, parçalanmanı, separatizmi seçiblər və bugün də Cənubi Qafqaz ölkələrinin demək olar ki, hələ də bu məsələlərdən, öz təsirlərdən əziyyət çəkən var, separatizmin acısını hələ də yaşayan var. Azərbaycan isə bu proseslərdən xeyli kənara çıxdı. Öz güc və imkanları hesabına və liderinin qətiyyəti sayəsində bu prosesləri geridə qoydu. İkincisi, Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə, suverenliyini tam şəkildə bərqərar etməklə yeni bir mərhələ adladı yenidən. Çünki dövlətlər bugün sərhədlərinin bütövlüyü ilə sınağa çəkilir. Eyni zamanda qonşularla pis münasibətləri ilə, yaradılmış süni pis münasibətlərlə sınağa çəkilir. Azərbaycan Ermənistan kimi 30 il düşmənçilik təsirinə məruz qaldığı ölkə ilə artıq sərhədlərinin 10 kilometrdən artığını nəinki delimitasiya, demarkasiya edib. Bu çox uğurlu nümunədir. Üstəlik, Azərbaycan çox saylı təzyiqlərə baxmayaraq, Ulu Öndərin zamanında başlanmış və bugün də uğurla davam edən siyasət nəticəsində dünya bazarlarına başqalarının icazəsi ilə yox, müstəqil iradə kimi çıxa bilir. Əlbəttə, bu kifayət qədər ciddi nümunədir. Burada qeyd olundu, Orta Asiya uzun müddət başqa dövlətlərin proteksiyasında fəaliyyət göstərib və Orta Asiya özünün zəngin ehtiyatlarını öz iradəsi hesabına kənara çıxarmağa imkan qazanmayıb. Azərbaycan prezidentinin çox saylı maneələrə baxmayaraq reallaşdırdığı layihələr, o cümlədən Transxəzər potensial imkanları, bu istiqamətdə perspektivlər Orta Asiya üçün sözün əsl mənasında Avropaya çıxış oldu. Orta Asiya üçün suverenlik imkanı oldu və bu mənada Orta Asiya dövlətləri və bu dövlətlərin liderlərini Azərbaycana münasibətdə səsləndirdikləri fikirlər həqiqətən də kifayət qədər səmimi və kifayət qədər adekvat görünür. Çünki bu praqmatik yanaşmadır. O cümlədən də Qırğızistan.
qeyd olundu. Bilirsiniz ki, Qırğızistan Orta Asiya dövlətləri arasında siyasi stabilliyi ən çox sınağa çəkilmiş dövlətdir və rəngli inqilablar bura yol tapmışdı. Davamlı şəkildə müxtəlif çevrilişlər oldu, hakimiyyət dəyişiklikləri oldu və belə bir dövlətlə davamlı münasibətləri qoruyub saxlamaq kifayət qədər çətin məsələdir. Azərbaycan prezidentinin qətiyyət sayəsində Azərbaycan özünün xarici siyasət kursunda Qırğızistan istiqamətini daim prioritetlərindən biri kimi saxlaya bildi və nəticə etibarilə Cənab İlham Əliyev parlamentin tribunasından Azərbaycanın ailəsi Türk dünyasıdır dedikdə həm də Qırğızıstanı əhatələyən bir konsepsiyanı ortaya qoydu. Və biz ötən dövrün tarixi proseslərin gedişinə baxdıqda bugün bizim üçün aydın olan mənzərə nədir? Birincisi, Azərbaycan və Qırğızıstan arasında sabit siyasi əlaqələr qurula bilib. Sabit siyasi əlaqələr çünki bütün digər əlaqələrin kökündə, təməlində dayanan amillərdir. Digər tərəfdən Azərbaycan və Qırğızıstan arasında əlaqələr bugün, o cümlədən Orta Asiyanın digər dövlətləri ilə əlaqələr kifayət qədər ciddi əsaslarla institusionallaşa bilib. Çünki institusional əsaslar olmadan burada daxildir. Bilirsiniz, yalnız əlaqələr alver, ticarət qədər sadə məsələ deyil. Təbii ki, ticarət sadə məsələ deyil, amma bütövlükdə yalnız ticarətlə əlaqələri tənzimləmək o qədər də uğurlu yanaşma olmaz. Biz istər qanunvericilik bazası səviyyəsində, istər iqtisadi əlaqələrin əsaslarının, praktik əsaslarının inkişafında ortaya qoyulan siyasi iradə, həmçinin xalqlar arasında humanitar mədəni əlaqələrin, həm də siyasi çərçivədə dəstəklə inkişafı sayəsində tamamilə qeyd etdiyim kimi institusional bir əsas ortaya qoya bilmişik. Artıq Orta Asiyanın elə bir dövləti yoxdur ki, o cümlədən də Qırğızıstanla Azərbaycan arasında münasibətlər strateji səviyyəyə çatıb. Eyni zamanda uzun müddətdir, bilirsiniz, ərazilərimizdə qarşılıqlı olaraq səfirliklər fəaliyyət göstərir, amma münasibətləri strateji səviyyəyə çatdırmaq üçün hökumətlərarası komissiyanın, birgə fondun fəaliyyəti bu kifayət qədər yeni bir mərhələdən xəbər verir və digər mühüm məqam. Bilirsiniz, Azərbaycanın qələbəsinə bəziləri ilk dövrlər skeptik yanaşdığı bir zamanda Qırğızıstan Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, konkret olaraq Ağdamda müvafiq məktəbi açmaqla, əlbəttə ki, Azərbaycanın güc və imkanları bizə tam şəkildə imkan verir ki, heç kimin yardımı olmadan bu prosesi özümüz edək. Amma Qırğızıstan prezidentinin təşəbbüsü ilə Ağdamda məktəbin açılması əslində Azərbaycanın ərazi bütövlüyünə, Azərbaycanın haqq işinə və böyük qayıdış prosesinə böyük dəstəyin, siyasi səviyyədə dəstəyin verilməsini göstərir. Və bu da öz növbəsində münasibətlərimizin həm də mədəni humanitar istiqamətlərin ciddi siyasi təməllərə malik olmasını deməyə əsas verir. Və təbii ki, digər amillər burada vurğulandı. Bizim ortaq kökümüz, ortaq dilimiz, həmçinin tarixi ənənələr, mədəni bizim əlaqələrimiz, bunlar hamısı bizim münasibətlərimizin bundan sonrası üçün ciddi əsaslar verir. Və möhtərəm prezidentin, bir daha deyirik, Avropa dövlətləri ilə Orta Asiya arasında Azərbaycanı sözün əsl mənasında bir xaba çevirməsi, Mərkəzi Asiyanın suverenliyi üçün Azərbaycanı vazgeçilməz bir həlqəyə çevirməsi bu özlüyündə yalnız və yalnız Azərbaycanın, necə ki, Avropanın enerji təhlükəsizliyində rol oynayır, eləcə də Azərbaycanı həm də Mərkəzi Asiyanın suverenliyinin qanatlarından birinə çevrilməsində ehtiva olunan bir status quo formalaşdırmış olub. Bəli, bir də ki, mütərəqqi nümunənin olması həddən artıq vacib rol oynayır məhz Qırğızistan kimi ölkə üçün. Çünki o uzun müddət idi, özünün inkişaf modelini tapa bilmirdi. Və o baxımdan siz buyurduğunuz kimi Azərbaycanın bütün getdiyi yollar, bizim təqdim etdiyimiz alqoritmlər özləri özlüyündə həm diqqət çəkir, həm maqnetizmini göstərir və həm də ki, onları təkrar edənlər yalnız və yalnız qazanc əldə edirlər. Bayaqlar mən xəbər verdim ki, bizim xüsusi müxbirimiz Vüsal Mətləb demək Qırğızıstandadır. İndi biz onunla əlaqəyə çıxırıq və biz görək ki, son məqamlar nədən ibarətdir. Vüsal, mən sizə salamlayıram. Zəhmət olmasa, bax bu səfərin özəlliklərinə toxunun. Axşamınız xeyir Tofiq müəllim. Bəli, icazə verin əvvəlcə ondan başlayayım ki, hazırda biz Bakı otelinin qarşısındayıq və bu otelin bu cür adlandırılması heç də təsadüfi deyil. Məsələ burasındadır ki, otel Azərbaycan tərəfindən inşa olunub. Azərbaycan investisiyası hesabına ərsəyə gəlib və İsıq Gölü sahilində Qırğızıstanın turistik məkanlarından biri, turistik şəhərlərindən biri Çolpan Ata şəhərində bu bölgənin turistik imkanlarından istifadə edəcək. Həm Azərbaycan investisiyasının uğurlu realizə faktlarından biridir bu. Bir neçə gün öncə biz Azərbaycanlı jurnalistlər Qırğızstanda məhz bu bölgədə media turda iştirak eləyirdik və bu tur çərçivəsində həm Qırğızıstanın zəngin ənənələri, zəngin təbiəti və ələlxüsus
zəngin insanları, mehriban insanları ilə daha yaxından tanış olmaq imkanı əldə etmişik. Eyni zamanda bugün Prezident İlham Əliyev Qırğızstanda dövlət səfərindədir və bu səfər çox zəngin proqramla müşahidə olunacaq. İlk növbədə Azərbaycan-Qırğızstan arasında əlaqələr növbəti dəfə nəzərdən keçiriləcək. Söhbət həm ikitərəfli görüşlər formatından, həm Hökumətlərarası Şuranın toplantısından, daha sonra isə təbii ki, bu müzakirələrdən, görüşlərdən daha sonra günün ikinci yarısında Mərkəzi Asiya dövlət başçılarının Məşvərət Şurasının növbəti, qeyri-rəsmi formatda olsa da növbəti toplantısının keçirilməsi nəzərdə tutulur. Bu, Azərbaycan üçün yeni görüş formatı deyil. 2025-ci ilin noyabrından etibarən Azərbaycan bu formatın, bu məşvərət görüşünün tam hüquqlu üzvü kimi qəbul edilib. Daşkənddə keçirilən toplantıda. Əslində bu təsadüfi deyil, çünki Azərbaycan və Mərkəzi Asiya artıq vahid geosiyasi və coğrafi məkan kimi nəzərdən keçirilir və təsadüfi deyil ki, Mərkəzi Asiyaya bəzən Böyük Mərkəzi Asiyada deyirlər Azərbaycanın iştirakından sonra. İndi həm də iqtisadi əməkdaşlıq əlaqələri birləşdirir bu iki coğrafiyanı, həm də Azərbaycanın təklif etdiyi imkanlar, ələlxüsus tranzit, nəqliyyat imkanları Mərkəzi Asiya ölkələri üçün Avropaya çıxış qapısıdır və ümumiyyətlə şərqdən qərbə doğru uzanan yolda orta dəhliz olduqca mühüm segment kimi çıxış edir. Tarixi əlaqələrlə bərabər faktiki bugün real iqtisadi əməkdaşlıq əlaqələri, eyni zamanda nəqliyyat, tranzit əlaqələri bu iki coğrafiyanı birləşdirir və bu özünü həm də ticarət dövriyyəsinin və daşımaların artan həcmində də göstərir. Təkcə bir faktı qeyd edək ki, Azərbaycan və Qırğızstan arasında ötən il ticarət dövriyyəsi 19,5 milyon, yanvar-may aylarında 19,5 milyon dollara bərabər olub və bu ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur. Nəqliyyat sahəsində əlaqələrə gəldikdə isə artıq əldə edilmiş nəticələr var. Bundan sonra da rəqəmlərin, daşımaların artacağı gözlənilir və Azərbaycan da buna müvafiq olaraq addımlar atıb. Bakı-Tbilisi-Qars layihəsinin, dəmir yol xəttinin yük aşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tona qədər artırılması, eləcə də Bakı-Ələt dəniz limanının yük aşırma qabiliyyətinin artırılması ilə bağlı 15 milyon tondan 25 milyon tona qədər artırılması ilə bağlı həyata keçirilən işlər həm də Mərkəzi Asiya ölkələrinin tələblərinə, çağırışlarına, gözləntilərinə cavab verir. Eyni zamanda təbii ki, şərqdən qərbə doğru daşımaların artan həcmində özünü göstərəcək bu yeni reallıq. Və qeyd etməliyik ki, Qarabağın bərpasında da Mərkəzi Asiya ölkələrinin iştirakı əslində bu iki coğrafiya arasında münasibətlərin ruhunu, xarakterini nümayiş etdirir. Eləcə də Qırğızstan Xıdırılıda, Ağdamın Xıdırılı kəndində tam orta məktəb Qırğızstan dövlətinin maliyyəsi hesabına ərsəyə gətirildi və Azərbaycan xalqına hədiyyə olaraq istifadəyə verildi. Və Zəngəzur dəhlizini mütləq qeyd etməliyik. Yəqin ki, sabahki müzakirələrdə bir daha diqqət mərkəzində olacaq, çünki bu istiqamət üzrə işlər də sürətlə davam etdirilir və Zəngəzur dəhlizi məhz Mərkəzi Asiya ölkələri üçün də yeni nəqliyyat arteriyası rolunda çıxış eləyəcək. Hələlik isə bizim buradan Qırğızstandan bu saata çatdıra biləcəklərimiz bu qədər. Söz yenidən sizdə. Çox sağ olun. Misal minnətdaram. Əlbəttə ki, çox vacib məqamlara toxundunuz. Bunlar həm də bizim diqqət mərkəzimizdədir. Və Samir müəllim, bayaqlar Cavanşir müəllim qeyd etdi ki, yəni burada vahid tarif sistemi olmalıdır. Sonra tranzit məsələləri artıq hamını bir məqsədə vurmağa çağırır, sövq edir və s. Bax, işlərin hansı həcminin artıq görülmüş kimi biz xarakterizə eləyə bilərik? Müəllim, Qırğızstan-Azərbaycan iqtisadi əlaqələri bu günləri sizin də qeyd etdiyiniz kimi Qırğızstanda siyasi sabitlik bərpa olunduqdan sonra keçən ilə nisbətən dəfələrlə artmışdır. Bu 80 milyon dollara yaxındır. Ümumiyyətlə, bizim Qırğızstanla iqtisadi əlaqələrimiz orta dəhliz layihəsi çərçivəsində inkişaf etməkdədir. Qırğızstan digər Mərkəzi Asiya ölkələri kimi öz məhsullarını Avropaya satmaqda, ixrac etməkdə Azərbaycana bir dəhliz ölkə kimi görür və Ələt azad iqtisadi zonasında deməli Akta limanından gələn qara metallurgiya xammal məhsulları orada son məhsula çevrilərək Avropa bazarlarına çıxardıla bilər. Burada da qeyd olundu və göstərildi, çox gözəl Azərbaycan investisiyası ilə inşa olunmuş biz mehmanxananı gördük. Belə ki, Qırğızstan və Azərbaycan arasında
fond fəaliyyət göstərir. Təxminən bunun 100 milyon dollara yaxın bir fondun həcmi vardır. İnvestisiya fonduna gedir. İnvestisiya fondudur və bu fond həm Qırğızstanın iqtisadiyyatına, həm də Azərbaycanın iqtisadiyyatına töhfə verən layihələri maliyyələşdirir. Sahələrə görə deməli faiz fərqlidir. Təxminən illik 4-7% civarında kiçik mikroiqtisadi deməli təsərrüfat subyektlərinə kreditlər ayırır və mən başqa bir layihəni də deyə bilərəm. Qırğızstan-Çin sərhədində saxlanma anbarının tikintisi üçün də kredit ayırmışdır bu fond və orada kənd təsərrüfatı məhsullarının Çindən ixal olunan məhsullar üçün bu deməli saxlama məntəqəsi tikilir. Ümumiyyətlə Qırğızstan 22 milyard dollarlıq bir ümumi daxili məhsula malikdir. Burada qeyd olundu, hörmətli millət vəkillərimiz də qeyd etdi, hörmətli Cavanşir müəllim də qeyd etdi. Uzun illər orada böyük güclərin maraqları toqquşub, geopolitik mübarizə meydanı olub. Biz orada bir neçə dəfə dövlət çevrilişlərinin şahidi olmuşuq. Bunun da səbəbi odur ki, Qırğızstan Çinlə sərhəddədir, onun təbii sərhədləri var və burada Mərkəzi Asiya ümumiyyətlə geopolitik bir mübarizə meydanına çevrilmişdir. Amma son deməli Qırğızstan prezidenti hakimiyyətə gəldikdən sonra Japarov artıq biz orada sabitliyin, iqtisadi artıma da səbəb olur və MDB məkanında Qırğızstan iqtisadi artıma görə ilk sıranı tutdu. Yəni 2025-ci ilin göstəricilərinə görə bir 10%lik bir iqtisadi artım göstərdi və Qırğızstan əsasən qeyd olunduğu kimi bu birgə deməli burada investisiya fondu fəaliyyət göstərir. Eyni zamanda onu qeyd etmək lazımdır ki, Qırğızstan həm də orta dəhliz çərçivəsində öz deməli töhfəsini verməkdədir. Belə ki, Çindən Qırğızstana dəmir yolu olmadığına görə bəzən bu müəyyən çətinliklər yaradırdı, amma 2024-cü ildən Çin-Qırğızstan arasında dəmir yolu tikintisi sürətlə həyata keçirilir. Onda təxminən 5 milyard dollara yaxın bir investisiya dəyəri vardır və o deyildiyinə görə, analitikin qeyd etdiyinə görə mütəxəssislərin bu dəfələrlə ticarət dövriyyəsini artıracaqdır. Çünki Çindən gələn məhsullar multimodal deməli logistika sistemi çərçivəsində Azərbaycana gətirilərək oradan Avropa bazarlarına çıxarılacaqdır. Bundan başqa Qırğızstan eyni zamanda MDB ölkələrinin azad iqtisadi zonası müqaviləsi çərçivəsində bir çox məhsullara görə də sıfır rusumdan da yararlana bilir. Məsələn, bir çox məhsullar Azərbaycana gətirilməklə heç bir kömrük rusumuna cəlb olunmur. Bu da bilirsiniz ki, həm Azərbaycan, həm də Qırğızstan MDB-nin üzvüdür. Burada da azad iqtisadi zona müqaviləsi var. Qırğızstan preferensial şəkildə bu müqavilələrdən istifadə edə bilir və bir çox məhsullar üzrə heç bir kömrük rusumu ödəmir. Yəni sizin o sualınıza birbaşa olaraq bunu deyə bilərəm ki, Qırğızstan bundan istifadə edir və Azərbaycan Qırğızstan arasında ticarət dövriyyəsi 80 milyon dollara yaxın olmuşdur. Daha çox biz Qırğızstandan bir çox kənd təsərrüfatı mallarını ixal etmişik. Azərbaycanın Qırğızstana ixracı 19 milyon dollar olmuşdur. İdxal isə 52-53 milyon dollar civarında olmuşdur. Demək olar ki, əsasən ixracatımız kimya məhsulları, polietilen, bir çox benzin, dizel, sənaye məhsulları və kənd təsərrüfatı məhsullarında fındıq, eləcə də Qırğızstandan da kənd təsərrüfatı məhsulları ixal edirik, xüsusilə lobya oradan ixal olunur. Və bütün bunlar onu göstərir ki, Qırğızstanda siyasi sabitliyin yaranması ticarət əlaqələrinə də müsbət təsir göstərir. Çünki keçən illə müqayisədə dəfələrlə bu ticarət əlaqələrini sürətləndirir. Siz çıxışınızın başlanğıcında bir cümlə işlətdiniz ki, bu Mərkəzi Asiya ölkələrində hər zaman Qırğızstan zəif bənd kimi. Bu da həmin o siyasi destabiliyin olması, bu ölkəyə inqilabi dalğalar tez-tez gəlir. Mənfi, amma son illərdə siyasi sabitliyin yaranması iqtisadiyyata da müsbət təsirini göstərmişdir. Təbii ki, iqtisadi əlaqələr mövcud potensialı əks etdirmir. Ona görə bir çox
burada məsələləri deyə bilməyəcəyik, təəssüflər olsun, amma son illər müsbət işlər görülüb. Bakı Mehmanxanasının özünün tikilməsi, İstiqlal gölü ətrafında və bir çox kreditlərin verilməsi, güzəştli dərəcələrlə bu ondan xəbər verir ki, iqtisadi əlaqələr artım dinamikası bundan sonra da davam edəcəkdir. Bəli, və Məşvərət Şurasının özünün də fəaliyyəti məhz ona görə elə əhəmiyyət kəsb edir ki, yəni liderlər ilk növbədə o əsas istiqamətləri müəyyən edərək, həm də dəyişilən hədəfləri də gündəmə gətirirlər. Və bu baxımdan Canşir müəllim, biz hansı baxış bucağından münasibət bildirsək, bu orta dəhliz məsələsi son dərəcə vacib rol oynaya biləcək bir layihədir. Yəni bu faktiki olaraq bizim bütün ölkələrimizin iqtisadiyyatının şah damarına çevrilir. Və Samir müəllim burada qeyd etdi, Çindən demək Qırğızstana dəmir yolu və Qırğızstandan da hələ Özbəkistana dəmir yolu tikilməlidir. Və bax burada hələ işin böyük bir həcmi öndədir. Çünki orada logistik mərkəzlər tikilməlidir, servis strukturları yaradılmalıdır və yəni bu həm iş yerləridir, həm investisiyalar üçün yeni bir imkanlardır və nəhayət bax bizim ümumi yanaşmamızda daha belə deyək problemli görünən məqamlar varsa onlar hansılardır? Çünki faktiki qərarlar qəbul olunub. Bu orta dəhliz işləməlidir. Hələ düzdür, onun ideal şəkildə görünməsinə xeyli vaxt qalır və xeyli işlər də görülməlidir. Amma problemli vəziyyətlər varmı? Onlar nədən ibarət? Əgər vardılarsa? Var, əlbəttə. Biz orta dəhliz doğrudan da təkcə Mərkəzi Asiyanın deyil, bütövlükdə Avrasiyanın şah damarına çevrilməlidir deyə bilərik. Çünki birincisi qərblə şərqi birləşdirən ən qısa yol elə bu orta dəhliz adlandırılan yoldur. İkincisi, bunun tarixi örnəyi də var. Qədim İpək yolu, bəs bu indi bu gün orta dəhliz adlandırdığımız yol üzərindən keçib. Və elə qədim zamanlarda da, indi də bu yol tək bir yoldan ibarət deyil. Bu yol bütün məsafə boyunca şaxələnir, bir neçə qollara ayrılır, sonra yenidən birləşir, yenə ayrılır. Üzr istəyirəm Canşir, yəni hər ölkənin artıq milli sərhədləri çərçivəsində özünə məxsus bir struktur yaranıb da və onların hamısını buna vasil etmək lazımdır. Bu orta dəhliz layihəsi ümumiyyətlə heç zaman qutarmayacaq. Çünki bu layihənin başlanğıcı... Gedə-gedə artacaq. Əlbəttə, bunun başlanğıcı sadəcə bu yolu açmaqdır. Yol açıldı, deyək ki, Bakı-Tbilisi-Qars dəmir yolu bu orta dəhlizin bir hissəsidir, bir segmentidir. İndi Çindən Qırğızstana çəkilən yol, Qırğızstan, Özbəkistan, Türkmənistan dəmir yolu, bunun vacib segmentləridir. Trans-Xəzər nəqliyyat marşrutu yenə orta dəhlizin bir segmentidir. Bunlar gələcəkdə, yaxın gələcəkdə açılacaq. Zəngəzur dəhlizi yenə də orta dəhlizin bir segmenti olacaq. Bütün bunlar ilk növbədə Avrasiya miqyasında iqtisadi əlaqələri, ticarət əlaqələrini dəfələrlə canlandırmış olacaq. Və iqtisadiyyat canlandığı zaman ticarətin baş verdiyi bölgələrdə həmişə iqtisadi inkişaf müşahidə olunur. Yəni, tarix boyu belə olub, bugün də belədir. Bizim ən qədim şəhərlərimiz elə tək Azərbaycanın içərisində götürsək, tarixən İpək yolu üzərində qurulmuş şəhərlərdir. Və 2400-2200 il bundan qabaq bu qədim İpək yolu mövcud olmasına baxmayaraq, bu günə qədər həmin şəhərlər o ənənəni saxlayır. Yəni, onlar digər rayon mərkəzlərinə, digər şəhərlərimizə nisbətən daha inkişaf etmiş şəhərlər hesab olunur. Baxın, görün, bu logistika marşrutlar, ticarət marşrutları nə qədər gücə malikdir ki, min illər keçib. Amma bu şəhərlərdə o hələ də özünü göstərir onun üstünlüyü. Ona görə bu bütün türk xalqları üçün böyük bir xoşbəxtlikdir ki, belə bir kommunikasiya vasitəsi Türk geopolitik regionunun belə tam ortasından keçib gedir və bütün Türk respublikalarını da əhatə edir. Çünki Qazaxıstan da ayrıca bir yol vasitəsilə bu yola birləşəcək, orta dəhlizə birləşəcək və beləliklə bütün Türk ölkələri orta dəhliz konsepsiyasının ən fəal iştirakçılarıdır. Belə olduğu halda bunu 10 illərlə, bəlkə də 100 illərlə inkişaf etdirmək potensialı yaranır. Bugün biz deyirik ki, məsələn, Ələt Azad İqtisadi Zonası başlanğıcda 5 milyon ton
yük aşırmaq üçün nəzərdə tutulmuşdu. İndi 15 milyon tonu biz 25 milyon tona qaldırmaq istəyirik. Bu zamanla 200 milyon ton ola bilər. Yəni necə ki tarixən bu olub, yəni bu istiqamətdə inkişaf. Amma bir şeyə diqqət etməyi mən təklif edərdim. Baxın, bizim bugün haqqında danışılan orta dəhlizə daxil olan və olacaq segmentlər Azərbaycan tərəfindən nə vaxt irəli sürülüb? Müstəqilliyimizin ən ilk illərindən. Hələ o vaxt Nabucco layihəsi də var idi ki, maliyyələşdirməkdən imtina etdilər və o qaldı belə. Traseka qismən icra olundu və bu orta dəhliz isə bütün bu irəli sürülmüş layihələrin içərisində ən nəhəngidir. Ən nəhəngidir və daha çox ölkələrin marağın daxilindədir. Və burada ən maraqlı ölkələr şübhəsiz türk dövlətləridir. Bəli. Çünki şərqi qərblə birləşdirən Qırğızstandan başlamış Türkiyəyə qədər bütün türk zolağından keçən bu yol bütün dünyaya xidmət eləyir. Amma ilk növbədə həmin ərazilərdə yerləşən türk dövlətlərinə Əlbəttə, onların xalqlarına xidmət İlk dəfə edəcək. Ulu Öndər tərəfindən bu ideya səsləndirilir. Bəli, İqtisadi əməkdaşlıq 90-cı illərdə. Bəli, 2001-də ya da 2000. Demək, hörmətli qonaqlar, hörmətli tamaşaçılar, Prezident İlham Əliyev artıq Qırğızstanda qardaş dövlətlərin rəhbəri ilə birlikdə İstiqlal Golf Klubunun açılış mərasimində iştirak edib. Gəlin o məsələyə diqqət yetirək. Əvvəlcə İstiqlal Golf Resort kompleksi və Golf Klub barədə video çarx nümayiş olundu. Golf Klub İstiqlal gölünün sahilində İstiqlal Golf Resort çoxfunksiyalı turizm kompleksinin ərazisində yerləşir. Bu kompleksin ümumi sahəsi 120 hektardır. Bunun da 103 hektarı Golf Klubunun payına düşür. Bu layihənin icrası yalnız yay aylarında deyil, digər fəsillərdə də İstiqlala turist axınını cəlb etmək üçün böyük rol oynayacaq. Belə ki, burada ilin 10 ayında golf oynama üçün meydança qurulub. Zəruri infrastrukturun yaradıldığı golf klubun ərazisində 80 yerlik mehmanxana da qonaqların ixtiyarına veriləcək. Qırğızistan Golf Federasiyasının prezidenti Xomeni Ergeshev çıxış edərək dövlət başçılarını salamladı. Sonra Qırğızistan prezidenti Sadır Japarov çıxış etdi. Daha sonra dövlət başçıları İstiqlal Golf Resort kompleksinin ərazisini gəzdilər. Burada golf oyununun rəmzi başlama mərasimində iştirak etdilər. Burada Golf Akademiyasının yaradılması və müxtəlif səviyyəli golf turnirlərinin keçirilməsi nəzərdə tutulur. Turizm, idman, sağlamlıq və əyləncə meyarlarını özündə birləşdirən İstiqlal Golf Resort kompleksində golf klubla yanaşı ümumilikdə 4 və 5 ulduzlu bir neçə otel, restoranlar, çimərlik sahələr olacaq. Golf oyununun demək, belə deyək, azarkeşləri üçün çox vacib bu turizm obyektidir. Təbii ki, bütün yollar həm də bax bu golf klubuna, İstiqlal klubuna aparacaq və yəqin ki, Azərbaycanda da bizim soydaşlarımızın da arasında belə istəkləri olan soydaşlarımız var, o gərək nəzərə alsınlar bax bu obyektin olmasını. Təbii biz görürük ki, həqiqətən də Qırğızistan bir dost ölkə kimi, qardaş ölkə kimi, həm də strateji tərəfdaşımız kimi artıq yeni inkişaf müstəvisindədir və həm də bu ölkənin demək olar ki, böyük gələcəyinin konturları da artıq açılır və təbii Azərbaycan dövlətinin də köməyi, dəstəyi ondan ibarətdir ki, məhz bu qardaş ölkə də artıq öz inkişafında yeni mərhələlərə inamla addımlasın və təbii ki, biz görürük həm də ölkə rəhbərliyinin siyasi yanaşmaları da, iqtisadi yanaşmaları da həqiqətən də günün tələbləri ilə səsləşir. Biz bu günləri böyük bir arealın subyektliyindən danışdıq faktiki olaraq. Yəni, biri var ki, məsəl üçün, dünya maliyyə təsisatları ilə hər bir ölkə ayrı-ayrılıqda danışır. Bir də var ki, görürsən, artıq birləşmiş bir formatda 6 dövlətin özünün münasibəti var proseslərə və həm də axı
bütün qalan dünya ilə də bizim əlaqələrimiz artmalıdır. Burada bir neçə mərkəzlər var. Xüsusilə Avropa İttifaqıdır, Çindir, sonra maliyyə institutlarıdır. Bax, bunlarla danışıqlarda mənə elə gəlir ki, məhz elə bu altılıq özü bir subyekt kimi çıxış eləyəcək və hansı paradigmalarla münasibətlər qurulmalıdır? Nəyə daha çox diqqət yetirmək lazımdır? Çox vacib bir istiqamətə toxunuruq biz. Əvvəlcə ondan başlayaq ki, bugün dünyada baxmayaraq ki, BMT-nin ilk məqsədlərindən biri dövlətlərin əməkdaşlığına nail olmaqdır. Həmçinin beynəlxalq hüququn tanınmış normalarında əksini tapan prinsiplərdən biri dövlətlərin əməkdaşlığıdır. Buna baxmayaraq, bugün strateji əməkdaşlıqlar qurmaq çox mürəkkəbdir. Bir çox dövlətlər, iri güclər, dövlətlər arası xüsusən də uzun müddət ərzində təzyiq rişaqları altında olan dövlətlər arasında strateji əməkdaşlığa öz maraqlarına təhdid kimi baxırlar. Amma Azərbaycan prezidenti Vətən müharibəsi və terror tədbirlərindən sonra bu bölgədə yaratdığı yeni geosiyasi konfigurasiya ilə, həmçinin reallaşan transmilli layihələrlə iri güclərin maraqlarını tam mənada koordinasiya etməklə, milli maraqları rəhbər tutmaqla, bu maraqları uzlaşdırmaqla bugün elə bir vəziyyət yaradıb ki, artıq Mərkəzi Asiya və Azərbaycan arasında, o cümlədən Azərbaycan və Qırğızistan arasında əlaqələr konkret bugün sadaladığınız güclərin artıq maraqları ilə tam mənada üst-üstə düşür. Yəni, qeyd etdiyimiz kimi Çindən çəkilən dəmir yolu Qırğızistana, o cümlədən Azərbaycanın Transxəzər layihələri, Azərbaycan üzərindən Avropaya çıxış imkanları, müvafiq infrastrukturlar bugün həm də Çinin marağındadır. Çin artıq Azərbaycan-Qırğızistan əlaqələrinin inkişafında həm də dolayısıyla maraqlı tərəf kimi çıxış eləyir dünyanın qütblərindən biri kimi. Avropa İttifaqı, Avrostrukturlar öz növbəsində bu əlaqələrin daha da dərinləşməsində maraqlıdır. Çünki Çin və Avropa arasında əlaqələr ən qısa və ən etibarlı yolla artıq təmin olunmasında Avropa bir mənalı şəkildə özünün iqtisadi marağını güdür və bu mənada gördüyümüz kimi cənab prezident elə bir geosiyasi konfigurasiya formalaşdıra bilib ki, biz artıq Mərkəzi Asiya ilə əlaqələrimizdə maneələrdən daha çox iri güclərin bu və digər formada uyğunlaşdırılmış, uzlaşdırılmış maraqları ilə dəstək görürük. Bu, tarixən sözün əsl mənasında qazanılan böyük siyasi və diplomatik uğurlardan biridir. Təbii ki, Azərbaycanda, dövlət başçımız da bu imkanları, bu fürsətləri təbii ki, qaçırmayıb. Nəticə etibarilə həyata keçirilən tədbirlər fonunda Azərbaycanın artıq Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Şurasının tam mənada iştirakçısı kimi qəbul edilməsi daha öncəki dövrdə Azərbaycan prezidentinin rəhbərliyi ilə Türk Dövlətləri Təşkilatının pandemiya dövründə vahid səylər istiqamətində uğurlu vahid hərəkət imkanını nümayiş etdirməsi bizi təbii ki, vahid subyekt qismində hər bir dövlətinin müstəqilliyinin tam mənada qorunduğu bərabər hüquqlu vahid subyekt eyni zamanda qlobal qismdə çıxış etmək təcrübəsi ortaya qoyur və bugün qeyd etdiyiniz mənada mən də sizin fikirləri bölüşürəm ki, artıq dünyaya, dünyadakı proseslərə biz vahid baxış nümayiş etdirmək gücündəyik və başqa bir məsələ reallıq meydana çıxır. Xatırlayırsınızsa, möhtərəm cənab prezident dəfələrlə qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası məsələlərində real mexanizmlər yoxdur. Bu, ondan irəli gəlir ki, BMT-də islahatlara ehtiyac var və həmin islahatlar fonunda dövlət başçımız İslam ölkələrinin müvafiq olaraq Təhlükəsizlik Şurasında bir nümayəndəsinin olması, qoşulma hərəkatının bir nümayəndəsinin olması, eyni zamanda Türk dünyasının bir nümayəndəsinin olması ilə bağlı fikirləri də sadəcə söz gəlişli səsləndirməmişdir. Görünən odur ki, əgər bu islahatlar reallaşacaqsa, Türk dünyası qeyd etdiyimiz vahid subyekt qismində həm də BMT idarəçiliyində davamlı, dayanıqlı şəkildə təmin olunma perspektivləri meydana çıxır. Bu nə qədər realdır, bunu tarix göstərəcək, amma istər indiki əlaqələrin fonunda, istərsə də cənab prezidentin irəli sürdüyü ideya və bu ideyaya hələ qoşulma hərəkatının Azərbaycana rəhbərliyi dövründə köklü şəkildə iri dövlətlər tərəfindən də hətta dəstəyin verilməsi bu istiqamətdə geniş perspektivlər açır. Yəni, qeyd olunanlar fonunda əminliklə demək olar ki, bugün Azərbaycan-Mərkəzi Asiya münasibətləri, xüsusən Azərbaycan-Qırğızistan münasibətləri praqmatik əsaslarda inkişaf edir. Bu inkişafdan yalnız iki dövlət və yaxud bu inkişafdan yalnız Mərkəzi Asiya və Azərbaycan yox, bütövlükdə region və regiondan kənar iri maraqlar faydalanmaqdadır və bu fayda dövlətlərin suverenliyinə hansısa təhdid yaratmır. Əksinə, bu fayda dövlətlərin suverenliyinin güclənməsi şəraitində davam edir.
Bəli, və altılıq çərçivəsində dövlətlər bir-birlərini həm dəstəkləyirlər, digər tərəfdən bir-birlərini arxalanırlar və nəhayət yaratdıqları da o vahid, belə deyək, konfigurasiya, onun logistik komponenti çox böyük rol oynayacaq. Çünki məhz bayaqlarda Cavanşir müəllim də məsələ edir. Uzaq Şərq ilə Avropa arasında ən vacib coğrafiyanı biz artıq demək olar ki, əhatə etmişik. Və burada Samir müəllim məsələnin sonunda daşımalar məsələsində siz bir proqnoz xarakterli bir fikirlərinizi söyləyirsiniz. Hörmətli Cavanşir müəllim çox vacib bir məqama toxundu. Yəni zaman keçdikcə bu daşımaların həcmi artacaq, bu orta dəhliz daha da inkişaf edəcək. Çünki mərkəzi Asiya ölkələrinin iqtisadiyyatları özlüyündə də inkişaf edəcək. Çünki bugün əgər onlar xammal ixracatçısıdırsa, amma biz orada Özbəkistanın bir sənaye ölkəsi kimi ortaya çıxdığının şahidiyik. Qırğızistan da eyni xəttə gəlməsə də o da öz iqtisadiyyatını illər keçdikcə inkişaf etdirir və onların Avropa bazarına çıxış deməli tələbi yaranır və burada da təbii ki qeyd olunduğu kimi qurulacaq logistika infrastrukturu və çəkiləcək yeni dəmir yolu burada müstəsna rol oynayacaq və təbii ki daşımalar ildən ilə artacaqdır və heç təsadüfi deyil ki bizdə Cavanşir müəllim qeyd etdi. Biz Bakı Beynəlxalq Dəniz Limanının yük aşırma qabiliyyətini 15 milyondan 25 milyon tona qaldırdıq və Ələt azad iqtisadi zonasında da yeni anbarlar tikildi, artırıldı və onlar hər bir vergidən, hər bir gömrük rüsumundan, ixrac olunan məhsullar gömrük rüsumlarından azaddır. Bu da təbii ki stimul verir sahibkarlara ki, Ələt azad iqtisadi zonasında müştərək şirkətlər qursunlar və burada təbii ki Qırğızıstanın iqtisadiyyatına töhfə verən, Azərbaycanın iqtisadiyyatına töhfə verən layihələr həmin o fond tərəfindən maliyyələşdirilərək Avropa bazarına çıxarıla biləcəkdir. Sağ olsun. Bəli, və biz gərək yaddan çıxarmayaq ki, burada rəqəmsallaşma dalğası da artıq demək olar ki, bu coğrafiyaya qədəm qoyub. Yəni burada hətta biz yeni rəqəmsallaşmış dəhlizin artıq fəaliyyətindən danışırıq. Digər tərəfdən elektron sənədləşmələrdir, tariflərin unifikasiya edilməsi və s. Bunlar bilavasitə ölkələr arasında olan sonra spesifik münasibətlərin yaranmasına şərait yaradır və digər tərəfdən də biz həm də yaşıl energetikanı da burada diqqətdən kənara qoya bilərik. Çünki bu məsələdə də Azərbaycan pioner rolunu oynadı və bizim təşəbbüslərimizə demək olar ki, bu dövlətlər hamısı birmənalı şəkildə qatılırlar. Xüsusilə Qazaxıstandır, Özbəkistandır və nəhayət sabahları bax bu proseslərin əsas hadisələri də baş verəcək. Çünki biz bu günlərdə bir daha şahid olduq ki, Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan rəhbərliyi hamısı bir yerdədirlər və Məşvərət Şurasının yeni iclası olacaq və yeni qərarlar da qəbul olunacaq. Odur ki, sabahları proqramlarımızda bax bu mövzu ilə bağlı siz də iştirak edin, çünki çox vacib xəbərləri sizə çatdıracağıq. Bu günü bu qədər. Çox sağ olun hörmətli qonaqlar və mən minnətdaram tamaşaçılarımıza da ki, bizə diqqət yetirdilər. Salamat qalın.